Salam müəllimələr. Bu gün sizlə xovlu və xovsuz xalçalara baxacağıq. Hansı ki, yazıb qeyd etmişdiniz ki, biz bu xalçaların xüsusiyyətlərini qarışdırırıq. Yəni yadda saxlamaq bizim üçün çətindir. Bacardığım qədər aydın şəkildə izah etməyə çalışacağam ki, belə deyim, sizin yadınızda daha yaxşı qalsın. Palaz bizim xovsuz xalçalarımızdan biridir ki, hansı ki, əsas xüsusiyyəti sadə və qaba olması. İlk öncə bunu yadda saxlayırsınız. Kətan və yundan toxunur materialı. Yəni bizim kətan və yundan olan yeganə belə deyim, xovsuz xalçamız palazdır. Digər bütün xovsuz xalçalarımız yundan toxunur. Həmçinin ensiz və enli olan üfüqi zolaqların içərisində sadə həndəsi naxışlardan ibarətdir. Görürsüz? Burada biz bu üfüqi xətlərin içərisində sadə həndəsi naxışları görə bilirik. Bundan yadda saxlaya bilərsiniz. Həmçinin istifadə təyinatı həm döşəməyə salınır, həm də geyim kimi istifadə olunur. Daha sonra gəldik cecimə. Cecimdə isə artıq şaquli xətlərin içərisində, görürsüz, yuxarıdan aşağı doğru gələn şaquli xətlərin içərisində sadə həndəsi naxışlardan ibarətdir. Bu halı, belə deyim də, ensizdir, uzundur, həmçinin nazik və hamar toxunuşludur. Biz bunu təsvirdə də görə bilirik ki, həm ensiz, həm uzun olmağını, həm də belə deyim də, nazikliyini artıq biz duya bilirik. Həmçinin deməli dekor naxışını qeyd etdik. İstifadə təyinatına uyğun olaraq isə deyə bilərəm ki, digər xovsuz xallardan fərqli olaraq istifadə təyinatına görə ən çox belə deyim, istifadə təyinatı olan cecimdir. Həm deməli döşəməyə salınır, həm döşək üzü kimi, mütəkkə üzü kimi, qadın və kişi üst geyimi kimi, həmçinin pərdə kimi istifadə oluna bilər. Daha sonra gəldik kilimə. Kilimin əsas xüsusiyyəti isə yüngül olmasıdır və ikiyüzlü olması ki, hər iki tərəfinə istifadə etmək olur. Və artıq burada belə deyim, əsas xüsusiyyətlərindən biri həndəsi formalardır ki, burada həndəsi fiqurların üçbucaqdır, rombdur və trapesiyanın hansı ki adı çəkilir. Üçbucaq, romb və trapesiyanın belə deyim də bu sözlərlə bu artıq kilimin xüsusiyyəti olduğu kimi yadınızda saxlaya bilərsiniz. İstifadə təyinatı isə sadəcə döşəməyə salınmasıdır. Burada da deməli kilimi görürük, hansı ki üzərində həndəsi təsvirləri də görmək mümkündür. Daha sonra gəldik şəddiyə. Şəddə bizim hansı ki belə deyim də xovsuz xalçalarımızdan biridir. Deməli divardan asılarkən saçaqları yanda olur, sadə və sujetli kompozisiyaya malikdir. Artıq burada bir sujet xətti var. Üfüqi sırada dəvə karvanı, atlılar, dəvə sarvanın fiqurlarının ritmik cərgəsi öz əksini tapır. Görürsüz? Biz burada bu ritmik cərgəni dəvə sarvanını, dəvə karvanını görə bilirik. Daha sonra deməli istifadə təyinatına əsasən isə həm döşəməyə salınmasıdır, həm də divardan asılmasıdır. Daha sonra zili vərni. Zili vərnində isə iri xal olmasını yadda saxlayırsınız. Həmçinin deməli naxış elementləri kvadrat formalarda təkrarlanır. Baxın. Bu zili xalçasıdır ki, hansı ki kvadrat formaları görürük və təkrarlanan naxışları görürük. Deməli daha sonra materialı qeyd etdiyim kimi bütün xovsuzlarda yundandır. Sadəcə biz palazda yun və kətanı görürük. Qalan hamısı yundan toxunubdur. Dekor naxışı heyvan, quş və həndəsi ornamentlərlə S hərfini xatırladan naxışla bəzənmişdir ki, hansı ki S hərfi də vərnidə görürük. S hərfi bizə həm suyu, həm də əjdahanı belə deyim də stilizə olmuş forması idi. Stilizə olmuşdu artıq qeyd etmişik, keçmişik. Stilizə olmuş dedikdə birinci dərəcəli elementlər itir, ikinci dərəcəli elementlər isə qabardılır. Yəni naxışların sadələşdirilmiş formasıdır. Biz burada vərnidə həmən S hərfini görürük, hansı ki həm əjdahanı, həm də suyu özündə əks etdirir. Daha sonra gəldik sumaxa. Sumağın əsas xüsusiyyəti böyük ölçülüdür. Tərs üzərində kilikli iplikli çıxıntıların olmasını yadda saxlayırıq. Dekor naxışında isə kompozisiyasının medalyon göl adlanan mərkəzi hissə və haşiyəlidir. Bitki və heyvan motivləri həndəsi formalardan ibarətdir. Fonu tünd qırmızı və tünd göy rəngli olur. Burada da sumağı görə bilirik, hansı ki döşəməyə sərilir. Biz artıq buradan belə deyim, bu anlama gəlirik ki, istifadə təyinatına görə sadəcə döşəməyə salınan sumaqdır, zilli vərni və kilimdir. Digər xalların istifadə təyinatları fərqlidir. Bunların hamısını bir-bir sizə dedim.
Daha sonra sumaq bitki adıdır. Narıncı qəhvəyi rəngdə olur ki, hansı ki, sumaq üçün hazırlanan ipliklər bu rəng ilə boyanır. Müəyyən vaxt keçdikdən sonra bu rəng çağları qəhvəyi və qırmızı rəngi alır ki, bundan da xalını da öz əksini tapıb görürük ki, yəni qırmızı rəngi, narıncı rəng üstünlük təşkil edir ki, sumağın əsas belə deyim də xüsusiyyətlərindən biridir. Daha sonra deməli biz burada gəlirik xovlu xalçalarımıza. Yəni burada müqayisə etsək, gördüyünüz kimi sumaqda fonu tünd qırmızı və tünd göy rəngli olmasından xarakterizə olunurdu ki, biz bunu xovlu xalçalarımızdan olan pirəbədil xalçasında da görə bilərik. Orta sahəsi adətən tünd göy və bəzən isə tünd qırmızı olur. Əsas xüsusiyyəti isə belə deyim də, ornamentlər bitki motivi ilə xarakterizə olunur. Yəni sadəcə bitki deyirsə, artıq biz Quba xalçaçılıq məktəbinə aid olan pirəbədili götürəcəyik. Dekor naxışında isə əsas elementləri sağ və sol tərəflərdə igidlik və ərlik rəmzi olan qayçı və buynuz təsvir olunmuşdur. Görürsünüz? Bu qayçı, bu isə buynuz naxışıdır ki, hansı ki, pirəbədil xalçasının üzərində də bunları görə bilirik. Deməli, bu belə deyim, təsvirlərin əsas mənası isə igidlik və ərlik rəmzi idi. Orta hissəsində mərkəzdə Hind toyuğu, onun kənarlarında isə meyvə ağaclarının yarpaqları və 8 güşəli göl təsvir olunur. Yəni bu göllər bir neçə xalçadadır ki, onları da sizə qeyd edəcəm ki, yəni ardıcıllıqla yadınızda saxlayasınız. 8 güşəli göl deyirsə, artıq biz pirəbədil xalçasını götürürük. Rəngini isə dedim, hansı ki sumaqda olduğu kimi burada da tünd göy, tünd qırmızı rənglərdən istifadə olunubdur orta sahəsində. Daha sonra gəldik Şirvan xalçaçılıq məktəbi olan, deməli, Şilyan xalçası burada verilibdir. Görürsünüz, arı pətəyinə bənzəyir. Çox müəllimə deyir ki, biz bunu xilə buta ilə, hansı ki Bakı xalçaçılıq məktəbinə aid olan xalça ilə qarışdırırıq. Yəni bunlar bir-birindən fərqlənir. Burada biz buta təsvirləri görürük. Burada isə biz nə görürük? Daha çox arı pətəyinə oxşuyur. Əsas xüsusiyyəti, deməli, mürəkkəb ornamentlər. Əgər biz görsək ki, hər hansı bir belə deyim, qarşımıza çıxan sualda insan, quş və məişət təsvirləri, biz burada Şilyan xalçasını götürəcəyik. Yəni insanla da belə deyim, daha asan formada yadınızda saxlaya bilərsiniz. İnsan sözünü gördünüzsə də artıq Şilyan xalçasını götürəcəksiniz. Dekor naxışı isə ritm üzərində qurulmuş isti koloritə malikdir. Burada da biz isti koloriti də ritm üzərində qurulmuş naxışları da görə bilirik. Yəni bir ardıcıllıq var naxışlarda. Daha sonra gəldik Qarabağ xalçaçılıq məktəbinə aid olan Malbəyli xalçasına. Bunun da əsas xüsusiyyətləri belə deyək də, kompozisiyasında ustalıqdır, qeyri-adi fantaziyadır, həmçinin koloritin əlvanlığı ilə seçilir. Dekor naxışı isə üfüqi simmetriya və ovçuluq sujetli əsaslıq təşkil edir. Yəni sujet xətti biz bayaq qeyd etdik, deməli, xovsuz xalçalarda, şəddədə, hansı ki, dəvə sarvanı, deməli, sujeti ardıcıllıq təşkil edirdi və sujet xətti xovlu xalçada Qarabağ xalçaçılıq məktəbinə aid olan Malbəyli xalçasında görürük. Yəni sujet xəttini bu iki xalçada öz əksini tapır ki, yəni bu sizə testlərdə daha çox kömək edəcəkdir ki, sujet dedikdə Qarabağ deməli, ovçuluq təsvirləri ilə xarakterizə olunur. Şərdə isə dəvə sarvanı, dəvə karvanı kimi təsvir olunmuşdur. Daha sonra deməli, heyvan təsvirlərinə daha çox yer verilmişdir. Qarabağ xalçasında, yəni ovçuluq sözündən də bunu öz əksini tapır, yəni görə bilirik. Yəni bunu belə deyim də, bu xüsusiyyətlərinə görə daha tez belə deyim də yadınızda saxlaya bilərsiniz. Daha sonra Bakı xalçaçılıq məktəbi. Burada da daha yumşaq olmasıdır, rənglərinin intensivliyidir, bədii elementlərin orijinallığıdır və naxışların incəliyidir. Naxışların incəliyi və daha yumşaq olması Bakı belə deyim də xalçaçılıq məktəbinə aid olan xila butanı daha belə deyim də yaxşı yadınızda saxlaya bilərsiniz. Daha sonra dekor naxışında həndəsi formalı göllər, deməli 8 bucaqlı göllər bildiyi kimi pirəbədildə idi. Həndəsi formalı göllər xilə butadadır. Həmçinin əyri xətti nəbati elementlərdən üstünlük təşkil edirdi ki, burada da xilə butanı buta təsvirlərlə də daha yaxşı yadımızda saxlaya bilərik. Həmçinin Gəncə Qazax xalçaçılıq məktəbinin xüsusiyyətlərini qeyd edirik. Artıq burada 6 bucaqlı göllər öz əksini tapıbdır. Yəni bir daha deyirəm, əgər 8 bucaqlı göl təsvir olunmuş deyirsə, pirəbədili götürəcək Quba xalçaçı. Həndəsi formalı göl deyirsə, Bakı xalçaçılıq məktəbinə aid olan xilə butanı götürəcək. Bizdən 6 bucaqlı gölləri soruşsa, Gəncə Qazax məktəbinə aid olan qaymaqlı və çıraqlı xalçalarını götürəcək.
Deməli, burada da kontrast rəng çalarları, altıbucaqlı göllər əsas sərcəviz cəhətidir. Həmçinin dekor naxışında müxtəlif həndəsi formalılar çoxqatlı haşiyelərdə ornament bolluğu ilə seçilir. Bu nədir? Yəni çoxqatlı haşiyələr budur, hansı ki biz burada bir neçə haşiyəni ardıcıl görürük və onların içində davam edən ardıcıl naxışları, ornamentləri görürük ki, yəni çoxqatlı haşiyələrdəki ornament bolluğu dedikdə isə bunu nəzərdə tutur. Bu da bizim qaymaqlı xalçasıdır ki, hansı ki Qazax xalçaçılıq məktəbinə aiddir. Daha sonra çıraqlı xalçası narıncı rəngi ilə daha çox yadda saxlaya bilərsiniz ki, Gəncə məktəbinə aiddir. Daha sonra gəldik Təbriz xalçaçılıq məktəbinə aid olan Şeyx Səfi xalçasına. Yəni bunun da əsas xüsusiyyəti medalionlarla yadınızda saxlayırıq. Xovsuz xalçada medalyon göl deməli sumaqdaydı. Təbrizdə isə yenə medalyon adlanan belə deyək də naxışlarla rastlaşırıq. Medalyon bu ortadakı gördüyümüz böyük bəzək və kənarlarda olan medalyonları deməli nəzərdə tutur. Fon rəngi dolğun qırmızı, tünd göy və açıq sarı olmasıdır. Yəni biz tünd qırmızı, tünd göyü sumaqda, pirəbədildə görmüşdük. Burada da dolğun qırmızı, tünd göy və açıq sarı. Artıq bunu da belə deyim sarı ilə, əgər sarı rəngi görürsə də düşünmədən biz Şeyx Səfi xalçasını götürəcəyik. Dekor naxışı isə bitki və məişət motivləri, mürəkkəb ornamentlər, ortada və künclərdə medalyonlar yerləşir. Yəni bitki təsvir olunubsa, yalnız bitki varsa da biz burada nəyə götürürük? Pirəbədir. Çünki belə deyim də, Quba xalçaçılıq məktəbinə aid olan xalçanın pirəbədinin əsas xüsusiyyəti sadəcə bitki təsvirləri əsas üstünlük təşkil edirdi orada. Daha sonra burada dekor naxışında bitki və məişət varsa, biz burada götürürük Şeyx Səfini. Əgər məişət, insan və quş təsvirlər olunursa da, biz burada nəyə götürəcəyik? Şirvan xalçaçılıq məktəbinə aid olan Şeyx Səfini. Yəni bu xüsusiyyətləri göz önünə alaraq, belə deyim, bir-biri ilə müqayisə edərək daha dolğun şəkildə, daha aydın formada yadınızda saxlaya bilərsiniz. Ümid edirəm ki, izahım sizin üçün faydalı oldu. İnşallah digər videolarda görüşmək ümidi ilə çalışdığım qədər sizə faydalı ola biləcək videolar hazırlamağa çalışacağam.